Əziz izləyicilərim, sizi salamlayıram. Sizə eksklüziv mənzil təqdim edəcəm. Yeni təmirdən çıxıb, yaşayış demək olar ki, olmayıb. Avantajı odur ki, mənzilin təmiri lüksdür. Əşyalar lab lüksdür. Yerləşmə yeri vapşı lüksdür. Şərait 5 dəqiqədir. Hal-hazırda sizə mənzilin terasından, eyvanından təqdimat edirəm. Ağıllı planlama nəticəsində möhtəşəmlik əmələ gəlib. Mənzilə dizayner o qədər güc verib ki, o detalları sizə göstərmək istəyirəm. Mənzilin eyvanından baxış Heydər Əliyev prospektinədir. Dəyərli izləyicilər, bura isə eyvanın növbəti bir hissəsidir. Həmçinin zala da keçiş yeri var. Bura mənzilin zal otağıdır. Gördüyünüz mebellər, yumşaq dəst mebellər Dubaydan gəlir. Dostlar, sizə bir şey deyəcəm. Tam səmiyyətimdən. Bu gördüyünüz təmiz dovşan tüküdür. 15.000 manata alıb sahibi. Yəni bunu nəyə görə deyirəm? Evi tərifləməyə görə demirəm. Hamısı evi tox adamdır. Qoyur evin içində lüstrlar. Bura TV hissədir. Dekor. Şomine, özünün ətri var, yağı var. Bunlar dəyərli şeylərdir. Bunları götürmür sahibi. Qoyur sizlərə. Deyir, mən belə satıram. Tural bəy. Kim alsa, kinoteatra qədər halal xoşu. Az yaşayıb, dəyərli izləyicilər. Ən çox villasında yaşayıb. Arada bir gəlib gedib. Zal otağına tanış oldusa, mən sizi dəvət edeyim növbəti zövqlü yataq otaqlarına. Xaricdə nə görürsə getdikcə, onu burada tətbiq edib, həyata keçirib. Məsələn, otellərdə olduğu kimidir. Yerə vurulan daroşka, belə deyək də. Bax, bura yataq otağıdır. Öz şəxsi zövqünə görə yataq yığdırıb, dəyərli izləyicilər. Yumru, deyim, mən yumru yataqda yatmaq istəyirəm. Gözəl bir mebellə bağlanıbdır. Tavanı görürsünüz. Burada gizli hamam otağı var. Evdə hər bir şey keyfiyyət, markadır. Santexnik olsun, elektrik olsun, yəni zaten zövqdən də görürsünüz ki, burada İtaliya, İspaniya demək artıq bir şeydir. Hər şey bəllidir. Təkcə bu qapı, dostlar, neçə olar sizcə? Bilənlər bilir də. Amma 3500 manat pul təmirdə veriblər. Yəni, burada məqsəd nədir? Əzizləyicilər, evi satın 5 manat pul qazanın. Bir o düşüncə deyil də, yəni var, imkan var. Allah daha da bol eləsin. Ona görə bir qiymət deyib mənə, dostlar, təsəvvür edirsiniz, 4 otaq 165 kvadrat Nərimanovda bu bina, bu mənzil neçə olar? İntiharı saxlayım yoxsa yox? Eksklüziv olaraq 590.000 manat. Gəl al, sizə səviyyə bir ev təqdim edirəm, dostlar. Növbəti yataq otağı. Burada artıq yenə zövq danışır. Mən danışmıram. Artıq görürsünüz ki, söhbət nədən gedir, dəyərli izləyicilər. Koridor hissəsini sizə bir dənə görəcəm. Amma mən sevdim də bu evi. Çox rəsmlər. Bir dənə avala bax. Operator bir dənə gəl bura. Dostlar, bu dizayna bir dənə fikir verin. Bu gözəlliyə bir dənə fikir verin. Koridor. Növbəti yataq otağı. Hər yataq otağının içində incə element, incə detallar var. Tural əfəndi hər zaman sizə çalışır. Xoşunuz gələn, zövqlü, bazarda olmayan, yayılmamış, əncir varinası olmayan evlər təqdim edib. Ona görə də yaxşı satılır maşallah. Dostlar, bu otağı görürsünüz. Bir dənə bu otağın dekor hissəsinə fikir verin. Daroşkanın altı istipoldur, dəyərli izləyicilər. İnteresi bir dənə otellərdə, otel işlədənlər bilərlər, belə bir dənə şey var. Elə bir daroşkanın altına səthi yayırlar. Onun adını öyrənəcəm. Adını düzü mən də bilmirəm. Onun altında istipol eləyiblər. Bura ümumi çamaşır otağıdır.
Bura isə mənzilin ümumi hamam otağıdır. Dəyərli izləyicilərim, operator bir dənə içərini görsər, o lüstrun verdiyi estetik gözəlliyə tamaşa eləyin də dostlar. Rəng tonlarına. Blok hissəsi ayrı bir aləmdir. Neçə min pul verib bloku təmir edin, onu da sizə göstərəcəm. Amma istəyirəm birinci, gəlin baxaq mətbəxə. Mətbəxin bir dənə füsunkarlığına, zövqünə baxın dəyərli izləyicilər. Həqiqətən də evlər var ki, özü danışır. Bu həmən o kateqoriyada evlərdəndir. Eyni necə gümüş rezidensiya ev təqdim etmişim sizə. Və onun kimi çox maraqlı bir evdir də. Burada Type-C üçün yerlər, yuvacıqlar var, rozetkalar var, dəyərli izləyicilər. Elektronikalar qalır, hamısı, xaldenik qalır. Bura isə mətbəxin içindən ikinci bir mətbəxdir. Balkon hissəni səliqəli mətbəx yığıblar. Yaxşı bozatma, balıq pişirmək üçün şərait, hər şey. Kondisionerlər, umvalik, moyka, altda olan su filtrləri, dostlar, dolu bir evdir, şəxsi bir evdir. Gördüyünüz hər bir şey A kateqoriyadır. Burada ucuzdur, duşovu, heç bir şey yoxdur. Zaten elə olsaydı mən sizə təqdim eləməzdim bu ekskluziv evi. Gəlin sizə blokda olan təmirdə görsədim ki, bloka bir 10 minə yaxın pul xərcləyiblər. Hörmətli izləyicilərim, evin sənədləri məndə, açarı məndə, kimə lazım olsa sənədləri göndərə bilərik. Ekskluziv bu mənzilin qiyməti 590.000 manatdır. Düşünürəm ki, Nərimanovda Seven Star kompleksdə 4 otaq, 165 kvadrat bu təmirdə, bu səviyyədə əşyada bu qiymət çox əla bir qiymətdir. Məndən də yaxşı bilirsiniz bazarı. Zənglərinizi gözləyirəm. Nömrə ilə əlaqə saxlayın. Gəlin baxın, xeyirli olsun.